Və onun yoxa çıxmasında qaynatanın əli var. Qaynatadır birinci, ikinci də baldızı. Onun həyat yoldaşı nəyi gizlədir? Mən Söygülünün həyat yoldaşı ilə danışa bilərəm. Yoxdur, yox. Ərin niyə qoymursa ortaya çıxma? Nə qədər mənim canımda can var, mən onu qoymuşam. Gizli məqamlar üzə çıxacaq. Dedi böyük bir sirri var onların. Onlar o sirdən qorxur. Bir dənə xəbərim var, bilirəm ki, ara qarışacaq yenə. Birazdan səni axtarıram da. Xəstəxanada uşağın öldü dedilər. Uşaq həkimi gəldi ki, şikayətçi olmayın. İllər sonra oğlunun sağ olduğu xəbərini aldı. Əlindən dedilər yerə düşüb ölübdür. Yazır ki, Xalidə xanım özü uşağı verib. Səni axtarıramın araşdırması nə ilə nəticələnəcək? Burada çox möcüzələr yaşanıb. Xalidə xanım, siz də o möcüzəyə hazır olun. Birazdan səni axtarıram da. Sevdiyi şəxsə görə ailəsindən imtina etdi. Sənin üzünü bir də görmək istəmirik deyib, məni qovdular qapıdan. İllər sonra Rusiya meşələrində tənha qaldı. Rusiyada tək tənha ortada qaldım. Anam bu vəziyyətdədir. Tamellanı doğmaları qəbul edəcəkmi? Və Şəhliyə buradan səslənirəm. Şəhla, hər kəs anandan üz döndəribdir. Amma ananın son durumu budur. Birazdan səni axtarıram da. Samirənin faciəli həyatı. Anam istəməyib, gedib mən xəstəxanada qoymaq istəyiblər. Körpə ikən ata-anası ayrıldı. Nə ana hissi görmədim, nə ata hissi görmədim. Onu nənəsi böyütdü. Ana əvəzi olub mənim üçün nənəm. Samirə illər sonra heç vaxt üzünü görmədiyi atasının axtarışına çıxdı. 3-4 dəfə gəlib atam məni nömrə qoyub, nömrəni də verməyiblər ki. Birazdan səni axtarıram da. Davam edirik dostlar. Və qeyd edeyim ki, Bahar və Söygülü. Əslində Söygülü ilə bağlı çox şeyi bilirəm. Sadəcə olaraq efirdə səsləndirmədiyim fikirlər var. Yəni ki, bunu mən doğru saymıram. Bunlar efirdə getməməlidir deyə. Çünki həm də araşdırma da gedir polisdə. Bəzi məqamlar var ki, onu biz efirdən deməli deyilik. Söygülü və Bahar. Söygülü itən günü onun qaynatası dedi ki, ya sən anam bilməsin, ya bacım bilməsin, ya da mənim bacım Lətifə Nizam bilməsin bunun yoxa çıxmanı. Bu səbəb nədir? Gəldi, dedi, demə. Mən amma yenə... Hansı sirlərdən danışırdı Söygülü sizə? Vallahi demədi. Allah şahidimdir demədi. Bax, xanım, siz deyirsiniz... Bir dənə onu deyirdi ki, onların bir böyük sirri var, amma gec tez açacaq. Açaydın da, getməmiş açıb, sonra gediydin. Hara gedirdinsə, qoy sirri açaydın. Qaynananı izləmək istəyirsən? Bəli. İzləyək qaynananı. Gəlin bu 2 ildə mənim başımı oynatır. Bu 2 dənə körpə qızlara bağışladıq hər şeyi. İndi bir ildə özü getmədi. Yoldaşım getdi atası gilə ki, gəlin bunu aparın, bir başa salın. Anası, bayısı, qardaşı zadı. Gəldi atası nə apardı? Uşaqlarsız zadsız. Getdi. Gedəndən sonra dedi ki, bir xeyla keçəndən sonra dedi ki, anası ki, boşatdırırıq. Dalaşıb eləmədi buna. Başa salmadı. Siz niyə boşatdırmadı? Onlar özləri zəng elədi ki, gəlin aparın. Hə, Yəni, amma siz artıq bunu hər dəfə təkrarlandığını görürdünüz də, ana. Niyə boşatmadınız? Mən dedim ki, gəl boşadı. Yoldaşıma, ailəmizə dedik ki, gəl da bu hər il bizim başımıza oynatır. Gəl boşa. Uşaq ağlaya-ağlaya dedi ki, nənə, sənə qurban olun barışır. Uşaq getdi, orada qaldı. Bircə dəfə o uşaqları orada məktəbə də aparmadılar. Hər dəfə boşanmaq istəyəndə qaynata Hər məni dəfə olurmuş. olmayıb, yalan deyil. Yox, qaynata mani olurmuş. Ay, yalan Hətta o özünə nəsə etmək istəyəndə belə ki, olub, qaynata diz çökübdü ki, Hüseyin xalanın qabağındakı aparmayın. Bundan sonra artıq bütün məsələlərə son qoyun. Quran haqqı yalan deyir. Bu qız buradan çıxanda siz də burada yatmışsınız. Saat neçədə bildin ki, qız yoxdur? Bax, elə bilginən ki, saat 10-dan
bu tərəf olmaz. Ona qalmış olar, 10 olar. İndi sağda valla baxmamışam. Gördüm deyir ki uşaq, mama, ay mama, mama, ay mama. 3-4 dəfə bu böyük qız çağırdı. Mən ay vermədim. Dedi ki, nənə, mamam hanı? Dedim, ay oğul, nə bilim, get mən bağışlayayım, get ayaq yolunda olar. Xuna pəncərəsi açılır. Açdım pəncərəni, gördüm ki, onun qapısı açıq. Həmişə qapı örtülü olurdu da, ora girən olanda örtülü olur. Uşaq gəldi, ağlaya-ağlaya ki, nənə, mamam yox. Tapmadınız da, Tapmadım. tapmadınız. Ailəyə zəng elədinizmi? Taksit tutuyevlər. Həmən dəqiqə. Elə bilginən ki, bir saat bilməm da nə qədər vaxt zad olandan Taksit sonra. tutub gedib dedilər ki, sizə gəlməyib. Yaxşı, siz demişsiniz ki, yaxınlardan birinə ki, mən damcı onun ağzına su verdim. Bunların can haqqı yalan deyir. Heç o qız nə xəstə olmuyor. Bax, Siz o sözü deməmisiniz. deməmişəm, bax. Bəs niyə yalan danışırlar? Onlar atdığı şər, böhtan hamısı yalan. Siz qohumsunuz. Əmin nəvəsidir. Hədə qohumsunuz, niyə şər atsın? Onlar Bu 11 ildə şər atmayıblar sizə, indi niyə atsın? ya, yox, həmişə elə. Onlar var ya, çox çətin insanlar. Çünki onlarda böyük, kiçik, həri özünə bir böyükdür. Yaxşı, sizcə bu qız hara gedə bilər? Bu qız tək getmir. Bu qız tək getmir. Ona görə ki, o kimlənsə o çıxıb gedibdir. Həm də ki, hələ bu birinci dəfədir ki, yəni bu hərəkəti, ya öyümüzdə məsələn söz, Yəni ilk dəfədir evi tərk edir. bəli, bəli. Yəni bunun bir səbəbi var. Bu deyilmi ki, yəni ana boşanmağa icazə vermirmiş, burada da qaynata gün vermir. Quran haqqı yalandır. Əgərlərim, bax bu üç uşağın can haqqı, qaynata onu, bu o uşağından seçilsə kör olur. Onu gəlin gözünü yox, qızı gözü ilə baxıbdır. Adam bu qədər Allahsızlıq eləyər. Eşitdinizmi? Qaynanasıdır. Düz deyirsən. Ona görə ki, and içməyi vərdiş eləmisiniz. Qaynata and içir. Anamın goru. Ən nifrət elədiyim and içən insanlardır. %100, %99'u yalandır. O 100 Kim daha çox and içirsə, siz bir balaca dayanın. O adam yalan danışır. Çünki and içir, mən demirəm ha bu qaynana yalan danışır. Mən ümumi and içmədən gətirirəm ki, yəni sən sözünü deyirsənsə, doğrusansa, sən niyə and içirsən? Düz deyil. And içirsən. Niyə and içirsən? Yalan deyirəmsə, bizim qapıya gəlməyibsə, qardaşı Nizam var. Qardaşı arvadı Xurmaya var. Zəng eləyin, sorunsun. Yalvardı, yaxardı, qızdı ki, getmirəm. Sonradan dedim ki, qızım, sən görsən ki, bunlar əl çəkmir da. Boşanmaya kimi çeylədik. Mən Söygülünün həyat yoldaşı ilə dünəndən danışa bilmirəm. Zəhmət olmasa Nuranəni yığın, deyin ki, mənim bu Söygülünün həyat yoldaşına 1-2 dənə sualım var da. Mən yazıq buna sual verə bilmirəm. Könül xanıma mikrofon ver. Hə. O ailə ona görə güvənsizlik yaradır gözündə. Bax o baldız efiri başlayandan düşüb ortalığa, görürsünüzmü, meydan suluyur. Yəni mən əminəm ki, tamaşaçılarımız hamısı razılaşar ki, niyə görə burada bu Söygülünün həyat yoldaşı öz qanuni əri çıxmır ortalığa, baldız meydan suluyur. Görürsünüz, öz də elə belə firon danışır, iddialar irəli sürür. Bax, bu şübhə də olur. Ona görə bizdə güvənsizlik yaranır. Məsələn, Baharın həyat yoldaşı Asif, düzdür, indi işdədir, yoxdur burada. Amma hər gün Baharla bağlı bizə zəng eləyir. Nə yerdədir, mənim uşaqlarımdan nə xəbər var. Xoşgədəm xanım bir xəbər, dünən də məsələn buradaydı, siz gördünüz. Bugün sadəcə işdən icazə verməyibdilər. Amma bu Söygülünün həyat yoldaşından xəbər yoxdur. Nuranə xanım zəhmət olmasa, adı nə idi onun? Ruslan. Ruslan. Ay Ruslan. Nuranə, xahiş edirəm Ruslana icazə ver, efirə bağlansın. Xahiş edirəm. 1-2-3 dənə sualım var. Gəl görüm ay Xəqani doktor, ay mənim əziz doktorum. Nuranə insafa gələnə qədər, Nuranə xanım rica edirəm, özünüz bilirsiniz ki, mənim sizə münasibətimi, yəni mən demirəm ki, sizin burada, ananın dediyi sözləri mən demirəm. Amma sizdən rica edirəm, Ruslanla imkan yaradın, biz danışaq. Zəhmət olmasa yığın əməkdaşlarımız, necədir doktorun vəziyyəti? Ay doktor, günü gündən arıqlayırsan, bu nə məsələdir? Gəl bəri başdan deyirəm. Gördünüz, sizdə arıqlama var. Səbəbsiz çəki artır, azalır.
əzələdə ağrılar, saç tökülməsi, təngi nəfəslik varsa mütləq və mütləq endokrinoloqa, bizim dəyərli zob doktorumuzun yanına gedə bilərsiniz. Qeyd edeyim ki, Xəqani doktor deməli Bakıda da, rayonlara da gəlir. Amma indi buradan Bakıdan və Bakı ətrafından məni izləyənlərə demək istəyirəm ki, siz müraciət edin Sən Axtarıramın adından, xüsusi endirimlər olacaqdır. Bu arada 14 martda Qubuya gəlir, son günlər qaldı. Qusar, Şabran, Xaçmaz, Qubadan, Zobdan əziyyət çəkənlər müraciət etsinlər. 28 mart Gəncəyə gəlir Tovuz. Tovuz elinin qəhrəman oğlu gəlir. 28 martda Gəncəyə. Tovuz, Şəmkir, Ağstafa, Qazaq, yəni Gəncəyə yaxın bütün rayonlardan zəhərli zob, düyünlü zob, hamiləlikdə zobdan əziyyət çəkənlər müraciət etsinlər. 1 apreldə Salyandadır, 10 aprel mənim sevdiyim Bərdədədir. 05603 81 82 doktorumuzun əlaqə nömrəsidir. Doktor, bəli. Nətərdir vəziyyət? Var süjetimiz, izləyək süjetimizi. Siz bizə müraciət eləmişsiniz verilişdən. Nə narahatçılığınız var ki, zobunuzu yoxlamaq istər? Gecələr elə bir çox narahat yatıram. Halsızlıq, yorğunluq, əzginlik kimi əlamətlər. Nə vaxtdan bu problemlər var? Çoxdandan var. Ümumiyyətlə, indiyə qədər zobunuzu nə vaxtsa yoxlamısınız siz? Yox. Heç vaxt yoxlamadınız. Deməli, mən sizi müayinə etdim. Sizin zobunuz aşkarlandı. Sizin düyünləriniz var boğazınızda və mən indi sizə müalicə yazacağım. Dərmanlarınızı alıb verəcəm. Başlayacaqsınız o müalicəyə. Yaxşı, biz çalışacağıq ki, bu düyünlər böyüməsin ki, əməliyyat olmayasın. Yaxşı, mən indi xanıma deyəcəm, dərmanlarımı alıb verəcəm sənə, onu başlayarsan müalicəyə. Nömrəvi də götürəcəm. Hər gün indi zəng eləyib soruşacağım, müalicən necə gedir. Nəsə narahatçılıq olsa mənə xəbər ver. Yaxşı, nə? Elə sizdir mənim oğlum, ikinci oğlum. Problem yoxdur, narahat olma. Gəlin. Bizdə axtarışı da var, bəli. Bizə müraciət eləmişdi. Həmişə kimi tam təmənnasız dərmanını alıb verdim. Müalicəyə başlayacaq. Xanımın düyünləri var və bizim həmişə dediyimiz kimi vaxtında müalicə olunmalıdır ki, gələcəkdə əməliyyat olunmasınlar pasiyentlərimiz. Amma vaxtında müalicə olunmayanlar da əməliyyatdan çəkinməsinlər. Ona görə ki, məsəl üçün 20 il bundan öncə əməliyyatlar xəstələr ayıq formada keçirildi. Yəni yeri keyitməklə əməliyyat zamanı cərrah xəstə ilə danışırdı ki, baxsın, səsi batırmı yoxsa yox. Amma bugünkü günə müasir dövrdür. Hər bir bizim ölkədə şərait var, bütün avadanlıqlar, cihazlar çox yüksək keyfiyyətli formada bugünkü günə zob əməliyyatları həyata keçirilir və əgər sizə 2-3 mütəxəssis əməliyyat məsləhət görübsə, ondan da qaçmaq lazım deyil. Ona görə ki, əməliyyatdan qaçırsınızsa, gələcəkdə daha təhlükəli fəsadlar baş verə bilər. Yəni, doktorumuzun yanında aparat var ki, o səs tellərim, ay mənim sıradan çıxar, səsim batar, qorxmayın. Xəqani doktorun yanına gedəcəksiniz, əməliyyatınız, belə deyək, o aparatın səs batma ehtimalı demək olar ki, sıfırdır. Yəni, həm müalicə, həm əməliyyat üçün müraciət edə bilərsiniz. Necədir, xanım özünü necə hiss eləyir? Mən indi heç nə hiss eləmirəm. Müalicəyə təzə başlamışıq. Yəni, xəstəmiz keçən həftə müayinədə olub, hələ müalicə prosesinə tam başlamışıq. Amma dərmanları vermişsiniz, amma... Gedəcəm rayona, yaxşı... Və dərmanları alıb veribdir sənə, qurban olun başladı. Sən də Ayşat kimi dərmanları içmirsən. İçəcəm mən hamısını. Rayona gedim, sabah zəng eləmişəm, mən oteldə qalıram öz hesabıma. Bəli. Sizdə verişə Bəli. İndi zəng elədim ki, mənim əlimdə heç nə bir pul yoxdur. Orada elə iş görürüm. Aydındır. Deməli, indi siz getməlisiniz başlamağa. Yaxşı, onda gedin, sağalanda qayıdıb gələrsiniz. 2 ay müalicə yazdım. Bəli, 2 aylıq müalicə yazdım. İnşallah. Nəzarətdə saxlayacaq. Çox təşəkkür edirəm gəldiyiniz üçün. Çox yaxşı. Yaxşı qarşılayacaq. Analizləri hər şey elədi, dərmanlarımı da aldı, verdi. Çox sağ olun. Alqışlarla yola salaq. Getsin xanım, getsin müalicəsini orada. Dərmanlarına qədər doktorumuz alıb verib. Minnətdarıq. Ay doktor, sənə qurban olum. Bu Vəfiyada dərmanları aldın, verdin. Vəfa dünən gəlmişdi. Deyirdi, mənə neyniyibdir ki? Elədir də. Biz əsas öz işimizi görürük. Deməli, Bəxtiyar doktor oğlunu əməliyyat eləyib. Zob həkimi bütün zobun müalicəsi dərmanlarını alıb. Mədə bağırsaqda Ramin doktor, sonra Ləman doktor o biri uşağına,
bütün əyninin paltarından geyimi də hamısını biz dedi ki, mənə neynəmsiniz? DNK-ları da demirəm. Yaxşılıqdan sağ ol gözləmə. Onda hər şey Getdi onda. Sağ olun, var ol. Artıq mənim yolumla gedirsən. Gəl mənim gözəl Aytən xanım. Regen Bakı Kök Hüceyrə Mərkəzi. Regionun ən böyük kök hüceyrə mərkəzidir ki, Regen Bakı Kök Hüceyrə Mərkəzi. Və qeyd edim ki, Aytən Əliyevanın yanında 20 il gençləşmək, yorğunluğa yox demək istəyənlər varsa, diqqətlə bizi izləsinlər. Sujetimiz var, izləyək. Bugünkü pasiyentimiz genetik serebral ataksiyadan əziyyət çəkirdi. Belə ki, şikayətləri nitqin pozulması, əllərdə titrəmə, yerişin pozulması ilə bizə müraciət etmişdi. Və qeyd edim ki, biz birinci prosedur tətbiq etdik və birinci prosedurda qeyd olunan şikayətlərin azalması müşahidə olundu və biz bu günləri ikinci proseduru tətbiq edəcəyik ki, bu şikayətləri aradan götürək və pasiyentimiz öz sağlığına qovuşsun. Bravo, gəlin alqışlayaq Aytən Əliyevanı. Bu pasiyentimiz serebral ataksiyadan, genetik serebral ataksiya xəstəliyindən əziyyət çəkirdi. Bu xəstəliyin əlamətləri, yəni düzgün yeriyə bilmirlər, nitqin olmaması, yaxşı yaza bilmirlər. Yəni normal həyatlarına buradakı beyin funksiyasının pozulması ilə gedən bir xəstəlikdir. Və biz birinci prosedur etdikdən sonra mənim üçün ən gözəl oldu ki, pasiyent dedi, əvvəllər doktor tuta yerirdim, indi hal-hazırda yaxşı yerirəm, yazısı düzəldi və qeyd edim ki, pasiyent özdə işləmək istəyir, amma bu xəstəliklə bağlı bəli işləyə bilmirdi, amma indi hal-hazırda onun o yazı yazması bizim üçün böyük bir uğurdur. Bu da ki, beyin funksiyalarının tamamilə bərpasının getməsi ilə gedir və təbii ki, biz bu nəticəni bir prosedurdan sonra almışıq, amma qeyd edim ki, biz bunu 30-40 gündən sonra bu vena daxili hüceyrələrimizi, onurğa daxili, əzələ daxili tətbiq edərək bu nəticələrimizi əldə edirik və amma bu hüceyrələr qəbul olduqda davamlı olaraq proses orqanizmdə gedəcək, yəni hüceyrələrin bərpası və ikincini də etdik və ikincidə də inşallah ki, daha yaxşı nəticələr əldə edirik. Alqışlayaq Aytən Əliyevanı və qeyd edeyim ki, uşaq serebral iflic, autizm, insult sonrası nevroloji fəsadlar, baş, boyun, bel ağrıları, oynaq problemləri, Parkinson xəstəliyi, gəncləşmək istəyən hər kəs 077 502 0033 və ya Ulduz 0101 Aytən Əliyevaya zəng edə bilərlər. Buyurun. Bir şey qeyd etmək istəyirdim. Biz bu bayramla əlaqədar üz gəncləşməyə Regen Bakıda 50% indirim etmişik. 50% üz gəncləşmək istəyənlər 50% indirim var Aytən Əliyevanın yanında. Neyrocərrahımız Əl Osman Qədimбəyli. Sujeti varsa verək sujeti. Bir ay 10 gün olar. Belimdən ayağıma verir, sol ayağıma ağrı verir. Yatıb dura bilmirəm. Bax, bundan artıq qaldıra bilmirəm. Buyurun. Dikət görün belini. Dışarıdan kimi sol ayağıma ağrı. Dikətməyə çalış. Ay doktor, bundan artıq qalxan kimi məni sıxır aşağı. Əməliyyatın qutarmaq üzrədir. Özünü necə hiss edirsən? Bəli. Qrıjanı görmək istəyirsən? Bəli, istəyirəm. Allah razı olsun. Görünə boyda qrıjan çıxdı. Ağrı verən buydu, hə? Bəli. Gələndə işiqat gəlmişdim. Beli bükük, ağrıdan ayağım ata bilmirdim. Sol ayağım, baldırım konkret dağılırdı. And ol Allaha. Efir xatirinə zadına demirəm. Vallah, Quran haqqı ölürdüm. Yəni, çox pis idi vəziyyət. Əməliyyatdan çox qorxurdun, hə? Qorxurdum. Yalan nə deyim, qorxurdum. İndi qorxmağa dəyənir yol. Dəyməz. Və tanıyan qardaşlara da, bazılara da hamısını sizi məsləhət görürəm. Ağrısız, gözəl. Əməliyyat keçdi, hiss eləmədim. Allah şəfa versin, sağ olun, keçmiş var olsun, olun. yolun açıq Allah olsun. razı olsun sizdən. Sağ olun, minnətdaram sizə. Buyurun doktorumuz. Təşəkkür ederim. Bizim xəstəmizdə gördüyümüz kimi iki problem vardır. Kanal darlığı və disk yırtığı vardır. İnsanların ən çox verdiyi sual nədir? Mənim belimdə 8 mm qrıja var və yaxud da 10 mm qrıja var. Buna əməliyyat mı edim, müalicə mi edim? Birinci növbədə qeyd edim ki, əksər Avropa ölkələrinin heç birində MRT-nin rəyində disk yırtığının ölçüsü yazılmır. Nəyə görə? Ola bilsin ki, bir xəstənin belində 10 mm disk yırtığı ola bilər, amma bu siniri sıxmaya bilər, kanalı geniş ola bilər və bu xəstənin çox güclü ağrıları yoxdursa, bunları müalicə ilə aradan qaldıra bilirik. Əgər yox, bir xəstənin belində lap 5 mm yırtıq ola bilərsə, kanalı dardırsa, ekranda gördüyümüz kimi xəstə gəzə bilmirsə, ayağı tutulursa, yeriyə bilmirsə, bu xəstələri gecikdirməyin heç bir anlamı yoxdur, çünki ayaqları tutulur.
Bizim hospitalımızda tamamilə 25 dəqiqə ərzində hər hansı bir narkoz olmadan görürsünüz, xəstə ilə danışa-danışa əməliyyat olunur. Əməliyyatdan 6 saat sonra xəstə durur, gəzir və bir gün sonra evə gedir. Önəmli olan odur ki, ayağımız tutulmadan, yeriş itirmədən vaxtına müraciət edir. Qeyd edim ki, Əli Osman Qədimbəylinin yanında Ramazan ayı üçün özəl endirimlər var. Diqqətlə qulaq asın. Qapalı endoskopik bel boyun yırtıqlarına 40% endirim. Endoskopik 2 qol qarpal olana digər qol ödənişsiz. Mart ayının sonunda Gəncədə xəstə qəbulu olacaq. Sığortadakı bütün açıq əməliyyatlar da pulsuzdur. 055 296 66 68 Əli Osman Qədimbəylinin əlaqə nömrəsidir. Medera Hospitalına müraciət edə bilərsiniz. Təşəkkür edirəm doktorumuza və qeyd edeyim ki, Sevinç Məmmədova 28 Martda Gəncəyə gələcək nevroloqumuz. Bütün nevroloji problemlərinizlə bağlı 055 754 11 66-ya zəng edə bilərsiniz. Bizim dəyərli doktorlarımızdan Gülnar Mustafayevanın yanında dizinizdə, çiyninizdə, belinizdə ağrılar varsa, oynaqlarınızdakı şişkinliklər sizi bezdiribsə, qığırdaq yeyilməsi sizi qorxudursa, protez əməliyyatına yox deyirsinizsə 051 474 38 93-ə zəng edin. Bu arada 12 Mart Xaçmaz, 14 Mart Lənkəran Masallı, 16 Mart Balakən Şəki, 17 Mart Zaqatalada olacaq. 051 474 38 93 əlaqə nömrəsidir. Bizim doktorumuz Nigar Sultanova 14-15 Martda Gəncədə olacaq. Gəncə İstanbul Genetik Klinikasında və qeyd edeyim ki, gözəl görünməz, qırışlara yox demək istəyən xanımlar Nigar Sultanova Gəncəyə gəlir. Gəncədən məni izləyən xanımlar 051 444 0017-yə zəng edə bilərlər. O cümlədən Leyla Zülfüqarovanın, Şahin yazmışdı məncə, Leyla xanım hansı rayonda olacaqdı? 18 apreldə Leyla xanım Gəncəyə gəlir. Uşaq və böyüklərdə qulaq, burun, boğaz əməliyyatı istəyənlər doktorumuz endoskopik aparatla Gəncəyə gəlir. İndidən qeydiyyatdan keçin. 050 836 36 36 əlaqə nömrəsidir və qısa bir ara verək.